İl axır çərşənbəsində İmişlidə Novruz bayramı münasibəti ilə şənlik təşkil edilib. Səhərin göz açılan kimi şəhərin Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında ocaqlar çatılıb, manqallar qurulmuşdu. Kimi nehrə çalxalayır, kimi kebab çəkir, kimi isə yuxa açırdı. İndiki nəslin muzeylərdə gördüyü cəhrilər, hanalar da meydana gətirilmişdi. Qız gəlinlər yun əyirir, xalça toxuyurdu. Meydana toplaşanların çoxu Kosa və Kəndirbazın birgə çıxışını izləyirdi. Mən dostluğunu bilmə, oğlan da gəlməyəcəm hələ. Oğlan məcbur olur, Azərbaycan diyarını tərgisi Rusiyaya gəlsin. Bütün bu işlərə əsasən idarə və müəssisələrdə işləyənlər cəlb olunmuşdu. Elə meydanda açılan bayram stolu arxasında əyləşənlərin, konsert dinləməyə gələnlərin də əksəriyyəti onlar idi. Şəhər parkından kənarda isə fərqli, amma real həyat lövhələr gözə dəyirdi. Axır çərşənbə olmağına baxmayaraq, bankomatlar önündə uzun növbələr yaranmışdı. Bazar dükanlarda olanların sayı heç də konsert dinləməyə gələnlərdən az deyildi. Bayram bazarlığı edənlər qiymətlərin bahalığından gileylənirdi. Bazarda qiymətlərin bahasılıqdır, bayram qabağıdır. Ona da görə bahasılıqdır. Daxilin da Allah bilir nətər olar, nətər olmuyor. İndi pensiya vaxtıdır. Samha da alır, verir, bizə durub gelir. Aldınız pensiyası. Pensiya aldınız. Hə, aldım. Nətər aldınız? Müsibət. Telefonda yoxsa sən gedəcəm. Vallahi xeyir yoxdur, bana 100 gün çəkəcəm. Bizim aldığımız maaş tələbatı ödəmir. 2 sumkan mən burada nə almışam, burada heç nə yoxdur. 60 manat xərcim çıxıb. Hələ bunun əti var, toyuğu var, nə bilim nəsədən hələ bişindi şeyləri, hələ onlar başqa. Yəni hər evə, hər ailəyə 300 manat, 250 manat, 200 manat pul lazımdır, o da yoxdur. Bazardan bahalıq. Dünya o tutub yanır. Orada da pensiyon alayım, boş tutub gelirəm ay oğlu evimə. Hamıya xoş rüzgar arzulayıram. Yaxşı günlər arzulayıram hamı üçün, elim üçün, oban üçün. Əzbə küçəsində yerləşən Nefsilər 5 mərtəbəsində məskunlaşan Füzulidən olan köçkün ailəsi 20 ildir Novruzu İmişlidə qeyd edir. Dağların başında elə bir rezin patrişkalar yandırırdıq. Elə bir ocaq qırağında yemək yeyirdik. Sabazlıqcan yürürdük çiranlarda. Qulaq falına gedirdik. Səhər açılanda su üstündə atlanırdı ki, ağrımız, uğrumuz burada qalsın. İndi o adət ənənələr yoxdur. Arzu eləyirik ki, vətənimizə qaydaq. Doğma Cəbrailimizə, Füzulimizə qədər bütün rayonumuza qaydaq. Axır çərşənbə uşaqlarda da canlanma yaratmışdı. Hələ hava qaralmamış mənzillərin qapısı döyülür, papaq atılırdı. Nə tez başlamışsınız be, papaq atlıya? İnden koydular. Necə? İnden koydular. Doğrudan. Ne yığmışam? Nə yığmışsan sən baxın? Bakacak kalacak şahı. Beləcə il axır çərşənbəni hər kəs öz istəyinə və imkanına uyğun qarşıladı.